7 metrəliyin qiymətini soruşan qardaşlar, 7 metrəlik yığılır 40-ın 40-a profillə. Mən 20-nin 40-a ilə də yığılanı var. Mən 40-ın 40-a göstərib keçib 20-nin 40-a hər ikisinin qiymətini deyəcəm. 40-ın 40-a ilə yığılırsa ümumiyyətlə hamısı 40-ın 40-a olur. Altı, üstü, altı, içi hamısı 40-ın 40-a. Qolla qolun arası da 40 sm ilə. Qolla qolun arası 40 sm məsafə ilə. Yəni yaxın məsafə ilə. İndi orada yığılır, burada doldurulur. Bu dolmuyubdur. Qaynaq yerlərini göstərim sizə. Qalın material hamısı doldurulur. Bir-bir göstərirəm sizə ki, yəni burada hər prosesi özünüz görəsiniz. İstədiyiniz razmer ümumiyyətcə yığılır. Bu 40-ın 40-a. Bu da 20-nin 40-asıdır. O çöldəki böyük aval. 40-ın 40-a ilə 7 metrəlik 100 manatdır. Material, əl haqqı daxil. 1 metrini yox, bir ədədinin qiyməti. Əl haqqısı da deyil, material əl haqqı daxil. 20-nin 40-a ilə bir ədədi 75 manatdır. Bu yığılıb Samux rayonuna, bu yığılıb Qəbələ rayonuna. Sifariş istədiniz. Bunlar da eyni 40 santdan bir qollar atılır, düz qollar. Bunlara ziqzaq ehtiyac deyil, balaca məsafə. 8 metrəyə də ziqzaq ehtiyac deyil. Ziqzaq 9-a vurulur. Bu qaydada bizi istədiyiniz razmeriyə sifariş verə bilirsiniz, istədiyiniz formanı sifariş verirsiniz. Bunlar aval formalardır. Bir də var, misal üçün A ferma 7 metrənin qiymətini maraqlanırlar. A ferma bir ədədi 120 manatdır. Desəz ki, ondan niyə baxaq? Çünki buna material çox gedir, qaynaq yerləri çoxdur, kəsim bucaqları çoxdur. Bax qardaşlar, bunları da göstərim sizə qaynaq yerlərini. Bax görün nə qədər burada bucaq işlənir. Bunun üstündə iş saatı da çox olur. Məsələn, A formanın 8 metr 50 santılıqları Qəbələ İsmailliyə yığılıb, 10 metri 10-50'ləri Qəbələyə yığılıb Vəndama. Bunlar İsmailin sifarişləri. Bir də Allahın iznindən Şəkin Cuma kəndinə göndərəcəyim 9 metrəliklərini. A fermalardan söhbət gedir. İstədiyiniz razmeri sifariş verə bilirsiniz. Videoları bəyənin, paylaşın, ehtiyac olan hər kəs yararlansın. A fermanın 7'si 120 manatdır, 6 metrəliyi 100 manatdır, içi ziqzaqsız formada. Balaca məsafələr ziqzaq ehtiyacdır. Ziqzaqlının da qiymətləri fərqlidir. Videoları bəyənin, paylaşın. Kimə bu cür hazır fermalar ehtiyacdır, əlaqə saxlayın, yağ hazırlayaq göndərin. İzlədiyiniz üçün təşəkkür edirəm. Dəyərli vaxtınızı bizə ayırdığı üçün minnətdarım.